Evet, bugünkü hastamızda faset eklem blokajı ve faset eklem radyo frekans tedavisi yapıyoruz. Faset eklemler omurganın yardımcı eklemleridir. Bunlar genellikle omurganın sabit olarak kalmasında destek görevi görürler. Ama aşırı kireçlenme veya omurga kırıkları, düşme, çarpma gibi olgulardan sonra bu eklemler aralarından geçen sinirleri sıkıştırarak ciddi ağrıya neden olurlar. Bu ağrının tipik özelliği belde, belin orta kısmında en fazla uzun süre ayakta kalındığında kalçalara kadar uzanan bölgede olmasıdır. Bacaklara inmez bu ağrı. Özellikle yatakta yatarken, sağdan sola dönerken ciddi ağrı duyarlar. Oturdukları yerden kalkarken, adım atarken ciddi ağrı duyarlar. Radyo frekans tedavisiyle bu bölgedeki sinirlerin ağrıyı oluşturmasını ve ağrıyı beyne iletmesini ortadan kaldırıyoruz. Arkasından da hastanın ağrıya neden olan hastalığını tedavi ederek bu ağrıyı sonlandırmış oluyoruz. İşlem lokal anestezi altında sürdürülüyor. Genellikle hasta için ağrısız, acısız bir işlem. Ortalama 45 dakika ile 1 saat civarında sürmesini planladığımız bir işlem. Herhangi bir yan etkisi yok ama hastanın ağrı konforunu sağlaması açısından son derece etkili bir yöntem. Ərzan doktora müraciət elədik. Xəstəmizin ağrıları var idi. Bel nahiyəsində omurğa sütununda olan çatlardan sonra sinir ağrıları başlamışdı və Ərzan doktor düzgün müalicə ilə xəstəmizə dəstək oldu və nəticədən də görünür ki, xəstə ağrıları azalıb və çox razıdır. Sağ olsun Ərzan doktor belə ağrılı xəstələrə görə Türkiyədən bura əziyyət çəkib gəlib və bu xəstələrin müalicələri üçün dəstək olur. Allah ondan razı olsun, minnətdarıq ki, xəstələrimizə belə dəstəklərini göstərirlər, öz müalicələrini, öz savadları ilə xəstələrimizi bərpa edirlər. Minnətdarıq.